Bu ərazilərə qatar yolu çəkiləcək. Qeyd eləyək ki, bugün 13 noyabr tarixidir və bir açıqlamanı diqqətinizə çatdırırıq. Belə ki, Bakı və Bakı ətraf ərazilərdə reysli nəqliyyatın payı əhəmiyyətli dərəcədə artacaq. Bu sözləri Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzayev mətbuat açıqlaması zamanı bildirib. O deyib ki, 2025 və 2030-cu il dövlət proqramına əsasən Bakı şəhərinin və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları bir neçə mühüm istiqamətdə layihələr həyata keçirəcək. Zabrat-Maştağa Bağlar Buzovna xətti, Bakıxanov-Suraxanı Hövsan xətti, eləcə də Bakıxanov-Suraxanı Binə Qala istiqamətində mövcud dəmir yolunun təkmilləşdirilməsi yaxın illərdə icra olunacaq və layihə çərçivəsində 20 yeni qatarın alınması planlaşdırılır və bu qatarlar həm Abşeron dairəvi xəttində, həm də qeyd olunan istiqamətlərdə sürətli sərnişin daşımalarına təmin etmiş olacaq. Rauf Ağamirzayev həmçinin qeyd edib ki, bu addım şəhərdə avtobus nəqliyyatına olan yükün azalmasına və reysli nəqliyyata keçidin sürətlənməsinə də zəmin yaratmış olacaq.